Salam əziz uşaqlar və kanalımın izləyiciləri. Bugünkü mövzumuz muncuq hörmə texnikasıdır. Muncuq dekorativ sənət işləri üçün bəzək əşyasıdır. Muncuqdan bəzək əşyalarının hazırlanması sənəti muncuq hörmə adlanır. Muncuqdan bəzək materialı kimi naxış tikmədə, mozaikada və toxuculuqda istifadə olunur. Muncuq hörmə texnikasının hansı üsulları mövcuddur? Gəlin baxaq görək hansı üsulları mövcuddur. Deməli, muncuq hörmə texnikasının 6 üsulu var. Bunlardan birincisi sadə zəncir düzməsidir, qarşıya hörmə, paralel hörmə, ilgəklərlə hörmə, iynəyə bənzər hörmə və xaçvari hörmə. Bugünkü dərsimizdə biz bu hörmələrin hamısından istifadə edəcəyik. Bizə lazım olacaq alət və tərtibatlar, ləvazimatlar bunlardır. Müxtəlif ölçüdə, formada və rəngdə olan muncuqlar, məftil və eləcə də istifadə edə bilərik şəffaf rezin iplərdən və dartınmayan şəffaf iplərdən. Eləcə də bizə lazım olacaq kəsən kəlbətin, sadəcə məndə yumrağız kəlbətin olduğuna görə bu hissəsi ilə kəsəcəyim. Gəlin başlayaq sadə zəncir hörməsini. Bunun üçün bizə lazım olacaq məftil. İndi üzərində kağızı qopduğuna görə deyə bilmirəm, hardasa 1 mm diametrdə olan nəbat ətli məftildir. Və kitabda göstərildiyi kimi 8 ədəd muncuq. Məftildən kəsərək lazım olan ölçüdə məftildən kəsirik və 8 ədəd muncuğu ardıcıl məftilə düzürük. Yəni bunun elə bir tərifi də yoxdur. Sadəcə olaraq ardıcıl muncuqları düzürük. Yeddi, bir dənə də 8. Bu oldu sadə zəncir düzməsi. İndi isə keçək ikinci üsula. Qarşıya hörmə. Bunun üçün biz yenə də məftildən istifadə edəcəyik. Amma siz şəffaf rezin ipdən və yaxud da şəffaf ipdən də istifadə edə bilərsiniz. Müəyyən bir ölçüdə, yəni lazım olacaq ölçüdə məftili kəsirik. Kəsdik. Məftil açılmasın deyə bu yarığa keçiririk. 2 əllə tutulan sapın, yəni 2 ucunu da hərəsini bir əlimizdə tutub, sapın ortasına bir muncuq dənəsi taxılır. Bir ucuna bir muncuq dənəsi taxılır. Sonra növbəti muncuq dənəsi sapın istənilən ucuna, məsələn, sağ ucuna keçirilir. Sağ ucuna keçirilir. Və sağ ucuna keçirildikdən sonra sapın sol ucu sağ ucun qarşısında olmaqla həmin muncuq dənəsinə keçirilir. Yəni bu qaydada. Keçirdik. Hər iki ucunu da əlimizdə tuturuq və muncuğu aşağıya doğru dartırıq. Bu qaydada olmalıdır.
Muncuq dənələrinin nizamlı və sıx yerləşməsi üçün sap dartılır. Belə davam etməklə iş tamamlanır. Yenə eyni qayda ilə davam edək. Sağ ucuna keçirdik. Sol ucu əks istiqamətdə sapların ucunu tutub dartırıq. Təbii ki, burada dolaşmalar da baş verə bilər. Ona görə heç narahat olmaq lazım deyil. Bu qaydada biz muncuqları taxırıq. Bu üsulun adı oldu qarşıya hörmə. Mən bunu vaxt itkisi olmasın deyə axıra kimi hörmürəm, sonra hörəcəm. Yəni baxın, bu qaydada düzülür. Keçək üçüncü hörməmizə, paralel hörmə. Yenə də məftil götürülür. Müəyyən ölçüdə məftil götürülür. Kəsirik. İki sapla, daha doğrusu bir sapın veya məftilin iki ucu ilə yerinə yetirilir. Sapın, məftilin veya tilov ipinin, yeri gəlmişkən bunun adı tilov ipidir. Tilov ipinin bir ucuna növbəti sıra üçün muncuq dənələri düzülür. Sayaq kitabda neçə ədəddir? 4 ədəd bir ucuna muncuq düzülür. Yəni, kitabda bir nümunə kimi verilib, amma biz istədiyimiz sayda muncuqları düzə bilərik. 4 ədəd. Bəli. 4 ədəd düzdük. İkinci mərhələsi. Burada mənim muncuqlarım bir rəng, eyni ölçüdə olan bir rəng olduğuna görə, yəni bunlar bir qədər kiçikdir, bunlar onlardan da kiçikdir. Ona görə bu muncuqlardan istifadə eləmirəm. Yenə də elə həmin ağ muncuqlardan istifadə edəcəm. Amma siz fərqli rəngdə istifadə edə bilərsiniz. 4 dənə birinci mərhələ idi. Yenə 4 ədəd digər rəng muncuqlardan keçirməliyik. 1, 2, 3, 4. Təbii ki, uşaqlar, yəqin özünüz də başa düşürsünüz ki, buna dözüm və səbir lazımdır ki, iş səliqəli alınsın. 4 ədəd birinci cərgə, 4 ədəd ikinci cərgə. Gəldik üçüncü mərhələyə. Burada kitabda deyilir ki, sonra digər ucu həmin muncuq dənələrinin birinciyə qarşı olmaqla keçirilir. Yəni biz 4 muncuğu burada saxlayırıq. Digər 4-ünü yaxınlaşdırırıq ucuna və qarşı tərəfdəki məftilin ucunu bu 4-ünün içərisindən keçiririk. Keçirdik. Muncuqlar biraz sözə qulaq asmır və dartırıq. Dartdıq. Bu oldu paralel. Gördüyünüz kimi paralel şəkildə
biz bunu davam edəcəyik. Yenə də 4 muncuğum burada yazılıb. Həcmli fiqurlar üçün həm tilov ipi, həm də məftil istifadə edilə bilər. Davam etməliyik. Biz bunu davam edirik. Yenə 4 ədəd, yəni əgər biz paralel hörmə ediriksə, eyni sayda muncuqları hər cərgədə eyni sayda muncuq olmalıdır. 4 ədəd keçirdik. İndi digər ucunu məftilin keçiririk bunların daxilindən. Və ucları dartırıq. Belə. Baxın, bu qaydada düzüm olmalıdır. Növbəti hörməmiz ilgəklərlə hörmədir. Videoda mən yerləşdirəcəm öz düzəltdiyim ağacın şəklini. Yəni o ağac artıq yoxdur, amma məktəbdə şagirdlərimlə birgə o ağacı biz düzəltmişdik. Bu formada alınmalıdır. Məftildən kəsib götürürük. Sayırıq 5, 10, 11 ədəd muncuq yığmalıyıq məftilimizin üzərinə. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. Hörmə zamanı daha yaxşı olar ki, muncuqları eyni ölçüdə istifadə edəsiniz. Bəzi muncuqlar çox nazikdir, bəzi muncuqlar çox enlidir deyə hörmə düzgün forma almaya bilər. Deməli, lazımi miqdarda muncuq məftil üzərinə düzülür. Bundan sonra muncuqların ilgəkdə təsbit edilməsi üçün məftil lazım olduğundan artıq burulur. Yəni, qatlayırıq 2 yerə. Sonra bururuq 1, 2, 3. Kifayət edir 3 dəfə bursaq. Eyni proseduru yerinə yetiririk. Lazım olan qədər ilgəklər yığırıq. Digər üsul isə iynəyə bənzər hörmədir. İynəyə bənzər hörmə üçün məftil, müəyyən ölçüdə məftil götürürük. Bu hörmə üsulunda məftilin ucundan birinə sonuncu muncuğu düzdükdən sonra məftilin həmin ucuna əks istiqamətdə yerdə qalan muncuqları keçirmək lazımdır. Deməli, biz belə edək, bu muncuqdan istifadə edək, qırmızı muncuqlardan. Neçə ədəd? 5 ədəd. 1, 2, 3, 4 və 5. 5 ədəd muncuq yığdıqdan sonra bir ədəd ağ mirvari keçiririk. İndi təkrarən eyni muncuqların, qırmızı muncuqların daxilindən keçirməliyik digər ucunu. Və bizdə iynəyə bənzər, yəni forma olaraq iynə formasında hörmə alırıq. Burada da, yəni əgər biz davam etsək,
digər uclarına da davam edək. Bunu da yenə 5 ədəd muncuq yığırıq. 2 3 4 5. Yenə də ağ mirvari. Təkrarən bu 5 muncuğun daxilindən keçirməliyik. Belə. Burada biraz məsafəni kiçildək. Bu qayda ilə bəzəkli əşyalar hazırlamaq olar. Növbəti hörməmiz və sonuncu hörməmiz xaçvari hörmə. Xaçvari hörmə iki iplə hörmə də adlanır. Əslində ip birdir, amma onun iki ucu da işləyir. İp iki ucundan götürülür və ortasına 3 muncuq dənəsi keçirilir. 4-cü muncuq qarşıya hörmə üsulu ilə bərkidilir. Sonra ipin ucları dartılır. Sonra ipin sol və sağ uclarından hər birinə bir muncuq keçirilir. Növbəti muncuq qarşıya hörmə üsulu ilə keçirilir. Sap dartılır. Proses belə davam etdirilir. Yəni bu cümləni oxumaqla tam aydın olmaya bilər. Mən indi sizə göstərəcəm onun ardıcıllıq prosesini. Yenə də götürürük məftil. Kəsən kəlbətin olmadığından bir qədər çətindir. Deməli, biz ağ mirvaridən istifadə edəcəyik. Bir muncuğu keçiririk ortasına. Sonra digər iki uclarına da əslində birinci 3 muncuğu fərq eləmir. Bir ucundan da keçirmək olar. İndi isə bir muncuq götürüb iki ucunu da keçirməyə çalışırıq bunun. Muncuğun ortasından keçirdik və mərkəzi tapıb belə bir romb şəkli alınmalıdır. İndi isə hər ucuna bir muncuğu keçirərək növbəti tək muncuğumuzun içindən məftillərin iki ucu da keçməlidir. Qarşıya hörmə kimi alınır. Bu qaydada davam edək. Bir cərgədən bir ucuna biri keçirildi. Bir ucuna digəri və bir muncuğun ortasından iki ucu da keçirilir. Bu qayda ilə isə uşaqlar çantalar hörülür. Baxın. Bir cərgə bunu lazım olan uzunluqda getdikdən sonra yenə təkrarən bunların içərisindən keçirərək iki cərgəni belə ayrılmaz şəkildə bütöv bir detal almaq olar. Sağ olun.